16-sında Bakı şəhəri Səbail rayonu Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Olimpiya mədəniyyəti və təhsil proqramı çərçivəsində ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş İdman festivalı keçirilir. Gəncəğaz xəbər verir ki, festivalda Elm və Təhsil Nazirliyi yanında məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Səbail rayon icra hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail rayon komitəsinin sədri Leyla Baxşıyeva, 7 saylı orta məktəbin direktoru Könül Təhməzova və digər qonaqlar iştirak ediblər. Festival məktəbin hazırladığı stendlərlə baxışla başlayıb. Azərbaycan Respublikasının himni səsləndirildikdən sonra rəsmi qonaqlar tədbirin proqramını izləyiblər. Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova Ulu Öndər Heydər Əliyevin idmana qayğısından danışıb. Daha sonra məktəbin direktoru Könül Təhməzova bildirib ki, ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılıb. Gənclərin sağlamlıqda böyüməsi daim diqqət mərkəzində olub. Dövlətimizin idman sahəsindəki bu siyasəti Azərbaycan prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də uğurla davam etdirilir. Azərbaycanın milli rəqsləri və musiqi sədaları altında müxtəlif kompozisiyalar səsləndirildikdən sonra Olimpiya məşəli meydana gətirilib. Məktəb şagirdlərinin yarışı, gimnastların xüsusi çıxışı, 7 nömrəli məktəbin şagirdlərinin çıxışları tədbirə rəng qatıb. Məktəbin şagirdi Musa Muradın musiqili ifası da tədbir iştirakçıları tərəfindən maraqlı qarşılanıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.